Qubada sürücülərin cərimələnməsi narazılıqlara səbəb olub. Şimal Newsə müraciət edən vətəndaşların sözlərinə görə qayda pozuntusu stasionar radar vasitəsilə deyil, iPatrol sistemindən düzgün istifadə edilməməsinə görə qeydə alınır. Mənim 99C673 dövlət qeydiyyat nişanlı avtomobilimə protokol tərtib olunub. Göstərilib ki, sürət 60 km/saat olan yerdə 83 km/saat hərəkət etmişəm. Lakin məlumat lövhələrində 80 göstərilib, deyə vətəndaş bildirib. Hüquqşünas ekspert Ərşad Hüseynovun sözlərinə görə, iPatrol sistemi ilə təchiz edilmiş yol polisi xidməti avtomobillərinin sürücülərin sürətini ölçərək cərimə protokolu tərtib etməsi ilə bağlı qanunda konkret müddəalar var. Onlar yalnız üzərində radar yazılan 6.14 informasiya stendi olan ya da sürətin məhdudlaşdırıldığı 3.24 nişanı quraşdırılan ərazidə işləyə bilərlər. Həm də yaşayış məntəqələrindən kənardadırsa, bu nişandan 150-1000 metr məsafədə sürəti ölçə bilərlər. Vətəndaş müvafiq qurumdan yaranmış texniki uyğunsuzluğun aradan qaldırılmasını, tətbiq edilən tənbihlərin yenidən araşdırılmasını və əsassız cərimələrin ləğvini xahiş edir.